Yenə də özəl qonaqlarım olacaq. Bugün mətbəxdəki köməkçim Molinexlə saniyələr içində cürbəcür yeməklərin necə hazırlandığının şahidi olacaqsınız. Gördüyünüz kimi bolluca soğanı doğradı. Qızardıb digər yeməklərim üçün müəyyən bir miqdarını ayırıram. Kənarda bişirdiyim kənd toyuğumu yağ soğanın içinə əlavə edirəm. Bol şabaldını, zirincini, sarı kökünü, istiotunu, biraz da bulyonundan əlavə edib vamxodda bişməyə qoyuram. Keçirəm nəyə? Əlbəttə ki, süfrələrimizin bəzəyi olan paytaxt salatına. Paytaxt salatının da bütün ərzaqlarını saniyələr içərisində necə doğrandığından özünüz görürsüz. Kartof, kök, xiyar, yumurta, hətta duzlu xiyarı belə çox rahat şəkildə doğradım. İndi isə başlığı dəyişib keçirəm hər kəsin sevimli salatı olan mimozaya. O ərzaqları rəndələdi, mən isə keçirəm salatımızı yığmağa. Salatı halqanın içərisində yığıram. Lay-lay yığıb hər ərzaqdan sonra mayonezini və duzunu əlavə edirəm. Və bu arada birdən xatırlayıram ki, qozu rəndələməmişəm. Əlbəttə ki, onu da köməkçimə həvalə edirəm. İndi isə salatın ikinci hissəsini eyni qaydada yığıram və bu arada Holland pendirini də əlbəttə ki, köməkçimə həvalə edirəm. Bəh-bəh, necə də zərif və yumşaq oldu. İndi isə keçirəm qonaqlarıma özəl dadırmaq istədiyim şabalıd şorbasına. Ağ şabalıdlar ümumiyyətlə dadsız olduğu üçün qara şabalıdla qatdım. Üzərinə su əlavə edib 2 diş sarımsaq, toyuq bulyonu, duz, istiot əlavə edib bişməyə qoyuram. Bu araya tez bazar göyəm kompotu da salıram. Kompotlara isə limon əlavə etməyi çox sevirəm. Şəkərin dadını öldürərək möhtəşəm edir. Soğandan ayırdığım başqa bir hissəni isə julyen üçün ayırmışdım. Onun da toyuq filisini, göbələyini, duzunu, istiotunu, qaymağını əlavə edib qarışdırdım. Bu araya bir çiğ kök salatı da salıram. Qoz, sarımsaq, azca şəkər tozu və şüyüd, mayonez xamı əlavə olunur. Və şabalıd şorbamı blenderdan keçirirəm. Üzərinə spiral şəklində qaymaq əlavə edirəm. Julyenləri isə saxsı qablarda təqdim edirəm. Belə. Nəhayət ki, qonaqlarım təşrif buyurdular. Instagram üzərindən tanış olduğum bu gözəl xanımları ilk dəfə olaraq evimə dəvət etdim. Bəzən elə insanlarla qarşılaşırıq ki, çox qısa müddətdə tanıdığına baxmayaraq, amma insana o qədər səmimi, doğma biri kimi yaxın olur. Elə bir təəssürat yaranır ki, sanki onları illər öncə tanıyırmışsan. Belə bir şirin səmimiyyətdir ki, hətta ilk dəfə evinə gələn insanlara iş buyurmaqdan belə çəkinmirsən. Ona görə də belə özəl günləri bacardığımız qədər dəyərləndirmək lazımdır. Sayələrində çox gözəl bir gün keçirdik. Yorğunam, əlbəttə ki, yox. Yəni doğrudan da səmimi sözümdür. Mənə inanın ki, mətbəxdəki köməkçim sayəsində heç bir yorğunluğum olmadı. Özünüz də şahid oldunuz ki, mənə nə qədər kömək etdi. Yaxşı ki, varımsan, Monilex.